Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil enbiya vəl mursalin. Nəbiyina Muhammedin və ala alihi və ashabi ecmain. Amma ba'd. Bu aralar qardaşlar, ailə ilə ilgili bir çox suallar gəlir. Ailə ilə ilgili, boşanma ilə ilgili, boşanmanın səbəbləri, ailə problemləri və s. kimi baxırsan ki, problemlərlə insanlar üzləşirlər, həll axtarırlar. Ona görə bir qısa tövsiyə eləmək istədim ki, bir çox ailə problemlərində olan şeylərə ilac olsun və yaxud da problemlərin həlli olsun. Deməli, ünvan belədir ki, kişi hansı qadınları sevmir? Kişi nə tür, nə cür, nə növ qadınlardan xoşlanmır. Kişi nə cür bir qadının onun zövcəsi olmağını istəmir. Sadəcə bir neçə sifət deyəcəm ki, qadınlar bu şeyləri varsa tərk eləsinlər, ailə xoşbəxtliyi olsun deyə, yoxdursa da həmd eləsinlər və ərə verilən qızlar da bu şeylər olmasın deyə hazırlansınlar. Birinci, kişilər çox danışan qadınları sevmirlər. Bizdə nə deyirlər ona? Vır. Çox danışan qadını kişi sevmir. Çünki çox danışan qadın özünü ağıllı görür. Özünü kişidən üstün görür, zəkalı görür. Kişi də özündən zəkalı qadını xoşlamır. Gerçək mənada zəkalı olsa, bəlkə də xoşlayar. Amma zəkalı olmayıb, özünü zəkalı kimi göstərəni sevmir. Qadın nə qədər az danışırsa, nə qədər qısa və konkret danışırsa, nə qədər mənalı söz danışırsa, o qədər qadın həm ailəsində, həm də ətrafının içində daha çox hörmət olunur, daha çox o qadına hörmət bəxş olunur. İkinci, kişi sevmir qadında o qadını ki, o qadın minnətkar qadındır. Minnət edən qadını kişilər sevmir. Kimdir minnət edən qadınlar, qardaşlar? Hansı ki, sənə etdiyi hörmətləri başına qaxırlar. Sənə mən dünən bunu bişirmədimmi, sənin paltarını ütüləmədimmi, nə bilim, sənin uşaqlarını saxlamadımmı, sənə səbr eləmədimmi, sənə baxmadımmı və s. kimi. Hansı tür qadınlar sevmir? İkincisi idi. Minnət edən qadını kişi sevmir. Minnət edən, hansı ki sənə etdiyi hörməti sonra sənin başına qaxır. Rasulullah sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, qadınların cəhənnəm əhlinin çoxsunu qadınlar gördüm. Ona görə ki, deyir, kişi ona 100 dənə yaxşılıq eləyər, bir dəfə pislik eləyəndə hamısını eləyər, heç bir şey eləməmişsə. Və yaxud da bu ikinci qisminə girir. Və yaxud da kişinin sevmədiyi qadının, məsələ, o qadın ki, ərinə etdiyi hörməti minnət eləyir, əslində kişi minnət eləyən qadının hörmətini də istəmir. O ki, minnət eləyəcəksən, o hörmət eləmə. Allah Azze və Celle Quran-ı Kərimdə buyurur ki, etdiyiniz yaxşılıqları, verdiyiniz sədəqələri, yəni minnətlə puç eləməyin. Üçüncü, kişilər sevmir o qadını ki, nankör qadınlardır. Nankör, yəni səni dəyərləndirmir, səni təqdirə qoymur. Nə qədər ona hörmət eləsən də, görməməzlikdən gəlir, əlavəsini tələb eləyir. Kişilər bu türlü qadınları sevmirlər. Şükür edən qadınları sevirlər. Aza az, çoxa çox. Əslində, insanın halı dəyişə bilər. İnsan sağlamdırsa, sabah xəstə ola bilər. Varlıdırsa, sabah kasıb ola bilər. İnsanın başına hər cür müsibət gələ bilər. Bu, Adəm övladıdır. Hər şey ola bilər. Qadın həmişə təqdirə qoymalıdır ərinin halını və naşükürlük edib nankörlük etməməlidir. Deməli, üçüncü, kişilər nankör qadını sevmirlər. Dördüncü, kişilər çox şikayət edən qadını sevmirlər. Çox şikayət edən.
nə qədər ehtiyaclarını ödəsən, yenə şikayətləri əynənmir. Yenə dayanmır. Yenə tələbatlar, yenə şikayətlər. Ümumiyyətlə, halı bir adamın Allah eləməsin. Yəni, kimisə başına belə qadın Allah da gətirməsin, verməsin. Çox şikayət edən qadın olanda bir kişinin, o kişi əslində evində huzur tapmır. O qadından nə qədər uzaq qalır, çöldə qalır, işdə, gücdə, başqalarının yanında o qədər daha rahat olur. Elə bil ki, məcbur olmasa zərurət baxımından evə gəlmək niyyəti yox. Və pis yeri buradır ki, qadın eşitməmişəm ki, mən desin ki, bu sifət məndə var. Boynlarını almırlar. Hamı sözün çoxusu özünü bəyənir. Halbuki Allah Azze ve Celle Kur'an-ı Kerimdə buyurur, Bəlil insanu ala nəfsihi basirah və ləv əlqa ma'adirah. İnsan özünü yaxşı tanıyır, özünü təmizə çıxartmaq üçün üzürlərini təqdim eləsə də. Bacılar, əgər bu şeyə fikir versələr, vallahi, bu kişilərin sevmədiyi sifətləri özlərindən dəf eləyib, özlərindən qırağa çıxardıb atsalar, ailələrində nə qədər xoşbəxtliyin, huzurun olduğunu açıq-aşkar görərlər. Əgər problem qadın tərəfdəndirsə. İndi mən belə bu dəqiqə danışırkən, təbii ki, dinləyən qadın deyəcək ki, nəyə görə illa bizi qınıyır? Kişilərdən niyə danışmır? Məsələn, qadınların kişilərdən sevmədiyi şeylər. Onu gələn dərsdə danışacağım. Bir. Əsas unsur, əsas təməl evdə qadın olduğuna görə ən çox ailə xoşbəxtliyi də, ailə bədbəxtliyinin də məsləri gələn tərəfi qadın tərəfindən olur adətən. O baxımından deyirəm, qardaşlar, gileylənən, çox şikayət eləyən qadın kişilər tərəfindən sevilmir. Birincisi nə idi? Hətta yaddan çıxmasın. Çox danışan qadını kişilər sevmir. Nankör qadını kişilər sevmir. Hansıdır? Minnət eləyən qadını kişilər sevmir. Dördüncüsü nədir? Axırıncısı nədir? Çox şikayət eləyən, çox tələbatlar qoyan qadını kişilər sevmir. Beşincisi, kişidə eyib axtaran qadını kişilər sevmir. Kişidə eyib axtaran. Eyib hamımızda var. Kimsə bizdən xətadan uzaq deyil, kimsə bizdən kamil deyil. Hamımızın nöqsanlarımız var, qardaşlar. Lakin qadın kişisində eyib gördüsə, onu müalicə etmək üçün cəhd göstərməlidir. Onu müalicə etmək üçün çalışmalıdır. Daha bu eyiblərini güdməməlidir ki, hətta kişi göstəriş verənsin, deməsin ki, sən belə eləmirsən, sən belə deyilsən, sən falan vaxt belə deməmişdinmi, sən də öyrüdün belə eləyən. Yəni, belə deyək də, kişinin eyiblərini üzünə vuran qadını əsla kişilər sevmir. Qadınlar bəzən düşünürlər ki, onun eybini üzünə vurum ki, məndən əl çəksin, məni günahkar hesab eləməsin. Zərəri yoxdur, amma nəticə dəyişmir. Sonunda bu qadından kişilər nifrət edir. Həmçinin, kişilər o qadından nifrət eləyir ki, hansı ki, o qadınlar güvənsiz hərəkət eləyir ailəsində. Güvənsiz hərəkət eləyən qadınları kişilər sevmir. Nə deməkdir güvənsiz? Kişinin razı qalmadığı bir insanı qadın evinə buraxmamalıdır. Kişinin mülkündən izin almamış qadın heç bir şey xərcləməməlidir. Kişidən izin almadan qadın evindən ayağını qırağa, çölə qoymamalıdır. Bu şeylərdə qadın əgər güvən və etibar qazanmırsa ərinin gözündə, o zaman gerçək kişidən gedir söhbət, saxtakarlıqdan, beləsilərdən deyil. Elə olursa, onda o zaman o qadını sevmir. Həmçinin kişilər hansı qadınları sevmir, qardaşlar? Kişilər o qadınları sevmirlər ki, bu çox önəmlidir. Bu çox önəmli məsələdir. O qadınlar ki, ailələrinin sirlərini gedib qıraqda danışırlar. Ailələrinin sirlərini gedib başqa yerdə açırlar. Hər ailənin sirləri var. Yaxşı tərəfi var, pis tərəfi var, qaranlıq tərəfi var, aydınlıq tərəfi var. Hər cürlü şey var. Hətta qadın boşansa belə, fərz eləyək ki, qadın pis vəziyyətdə, heç günah olmadan boşansa belə, qadına haramdır ailəsinin sirini, keçmiş əri də olsa belə, onun sirini getsin başqalarına danışsın.
Qadın sir sandığı olmalıdır. Əsla və əsla ailəsinin, hətta boşanmış olsa belə, sirini gedib başqa yerdə danışmamalı. Bəzi qadınlar var, ərini pisləyirlər, qaynatasını pisləyirlər, qaynanasını pisləyirlər, evlərinin gizlin şeylərini açıb tökürlər. Bu düzgünlük deyil, qardaşlar. Əgər kişi görsə ki, bunun arvadı belədir, kişi adətən kimlə dərdləşir? Kimlə dərdləşirsiniz siz? Eşitmədim. Deyək, ixtilaf eləmə. Kişi kimlə dərdləşir? Kimlə? Arvadı ilə. Kişi adətən, həqiqətən arvadla dərdləşməkdir çox zaman. Dostu ilə zatından dərdləşir, düzdür? Adətən, həmişə yox. Kişi əsəbli olur, sıxıntılı olur, qəmli olur, qüssəli olur. Baxırsan ki, belə deyək, dərdləşmək deməyək. Adətən kişi arvadının yanında təsəlli tapır. Narahat oldun, əsəbli oldun və s. kimi sən zəkalı arvad nə edir? Ərinin düşdüyü sıxıntını xəfifləşdirməyə çalışır. Ona görə kişi gəlib çox vaxt görürsən ki, ürəyini açır arvadına danışır. Əgər danışılası məsələdir, elə məsələ var, qadına aidiyyəti yoxdur. Sən bir kişi ilə söhbət eləmirsən və yaxud da boğuşmuşsan, gəlib dərsən, mən burama vurdu, orama vurdu. Və yaxud da vurulan yerlərini göstərirsən. Elə şeylər var, qadına aid deyil, bu kişi aləmində olan bir şeydir. Bu qadının əslində bu şeyi bilməsi düzgün deyil. Amma adətən deyirəm ki, yəni bəzi hallarda sir açırsan, gəlib qadına, dərdini danışırsan, odunu danışırsan və müəyyən fikirləri paylaşırsan və s. kimi sonra da olur hadisələr, sonra gedib qadın baxırsan bu fikirləri qonşuda danışır, filan yanında danışır. Bu da nə edir qardaşlar? Kişilərin ən sevmədiyi şeydir qadınlarda. Ona görə qadın sir sandığı olmalıdır. Qadın əsla sirlərini, ailəsinin sirlərini açmamalıdır. Ailələrində gördüyü xoşa gələn, xoşa gəlməyən şeyləri saxlamalıdır və s. kimi. Əgər bu dediyim şeyləri qadınlar bunları nəzərə alarsa, bunları təqdirə qoyarsa, bu sifətləri özlərindən dəf etməyə çalışarlarsa, mən əminəm ki, o ailə böyük huzur, böyük xoşbəxtlik, böyük rahatlıq içində yaşayarlar. İnşallah söz verdiyim kimi, gələn dərsimizdə də inşallah qadınların kişilərdən xoşlamadığı şeylərdən danışacağım ki, ədalətli olaq. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə əlihi və sahbi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.